İsrail növbəti dəfə İrana zərbə endirdi. 10 illiklər ərzində İsrail daim İranla mübahisə edir və bu mütəmadi olaraq hərbi toqquşmalarla müşayiət olunur. Kiçik İsrailin İran və onu əhatə edən ərəblərlə dalaşmağa cəsarət etməsinin tək bir səbəbi var. Amerika Birləşmiş Ştatları Yəhudi dövlətini hər cür dəstəkləyir. Seçkilərə qədər Donald Trump dəfələrlə təkrar edirdi ki, o müharibəyə qarşıdır. Mən müharibəyə qarşıyam, bu dəhşətlidir, bu çox dəhşətlidir, deyildi Donald Trump. Amma indi elə Trump özü İrana ultimatum verir və hərbi zərbələrlə hədələyir, hansısa bir razılaşma təklif edir. Siz deyəcəksiniz ki, səbəb aydındır, axı bu İranın nüvə proqramıdır, o inadla atom bombası hazırlayır. Trump İranlıları nüvə silahı istehsalından imtina etməyə razı salmağa çalışır ki, mümkün təhlükəni aradan qaldırsın. Bəs birdən müstəqil İranlılar Amerika və ya İsraili öz nüvə raketləri ilə atəşə tutmağa başlasalar. Nə dəhşətli bir şeydir. Amma bu yalandır, tamaşaçılar üçün qurulmuş bir tamaşadır. İranın nüvə silahı yoxdur. İranın atom bombası, bu bir mifdir, uydurulmuş bir nağıldır. Hətta İran nüvə silahı hazırlasa belə o qədər çox başlı toplaya bilməz ki, Birləşmiş Ştatlara ciddi təhlükə yaratsın. Ümumiyyətlə heç cür bacarmaz. İran nə indi, nə də gələcəkdə Amerika Birləşmiş Ştatları üçün heç bir hərbi təhlükə yaratmır. Onda heç nə aydın deyil. Əgər İranın nüvə silahı yoxdursa, bəs Amerika niyə narahatdır? Niyə Trump İrana zərbə endirməklə hədələyir? Məsələ ondadır ki, bugün dövlətlər və ya başqa sözlə dünya iqtisadiyyatının zonaları böhranda sağ qalmaq uğrunda mübarizə aparırlar. Hansı böhranda? Yoxsa siz böhranı hiss etmirsiniz. Bəşəriyyət artıq 10 illərdir ki, enerji çatışmazlığı böhranında yaşayır. Buna görə də çatışmayan enerjini az effektiv və qeyri-sabit üsullarla, günəş panelləri və külək generatorları ilə əldə etməyə çalışırlar. Eyni zamanda dünya iqtisadiyyatında həm də artır istehsal böhranı və maliyyə köpüklərinin həddindən artıq şişməsi böhranı yaşanır. ABŞ dolları qlobal valyutadır və dollar köpüyü ağlasığmaz həddə qədər şişirdilib. Çin istehsalı özündə cəmləşdirir və dünyada öz təsirini artırır. Çin getdikcə daha da güclənir və bu, Amerika Birləşmiş Ştatlarının liderliyini təhlükə altına qoyur. Gördüyünüz kimi, Amerikanın narahat olması üçün kifayət qədər səbəbi var. Dayan, deyəcəksiniz. Yuxarıda sadalananların hamısı Amerika Birləşmiş Ştatlarının problemləridir. Burada İranın nə aidiyyəti var? Necə yəni nə aidiyyəti var? İran yerin altından dünya neft hasilatının 4-5%-ni çıxarır. İran həmişə neft hasilatında ilk 10-luqda yer alır. İran yerin təkindən dünya qaz hasilatının 6-7%-ni çıxarır. İran dünyada qaz hasilatında ilk 3-lükdədir. İran, Avropa və Çin üçün enerji resurslarının mənbələrindən biridir. Enerji isə həyatın və istehsalın əsasını təşkil edir. Neft nəqliyyat üçün yanacaqdır. Heç bir elektrikli maşınla siz nefti heç vaxt əvəz edə bilməzsiniz. Karbohidrogen axını azaldıqda bütün proseslər yavaşayır, istehsal azalır, iqtisadiyyatın dövriyyəsi aşağı düşür. Trump'a lazım olan məhz budur. Amerika Birləşmiş Ştatları İrandan Avropaya və Çinə neft və qaz axınını azaltmaq istəyir. Trump Avropa və Çinin ən zəif yerinə zərbə vurur. Bu, neft və qazın daimi axınından asılılıqdır. Ən sadə yol isə enerji resurslarının tədarükünü kəsməkdir. Avropa və Çinin iqtisadiyyatı və istehsalı azalacaq və qismən Amerika Birləşmiş Ştatlarına köçəcək. Güclü olmaq üçün mütləq öz gücünü artırmaq lazım deyil. Strategiyanın başqa bir variantı isə rəqibləri zəiflətməkdir. Məhz bunu Trump edir. İtaətkar İsrailin əli ilə İrana zərbələr endirir. Və Donald Trump yalan danışmır. O, həqiqətən də Amerika Birləşmiş Ştatlarını xilas edir. Qlobal böhran şəraitində sağ qalmaq uğrunda rəqabət.
Trump yalnız İranın qorxulu nüvə silahı barədə yalan danışır. Amma Amerika Birləşmiş Ştatlarının hakimiyyəti başqa ölkələrin işlərinə müdaxiləsini əsaslandırmaq üçün nağıllar uydurmağa məcburdur. Təsəvvür edin ki, Amerika Birləşmiş Ştatlarının prezidenti bəyan edir ki, ABŞ-da istehlak səviyyəsini qoruyub saxlamaq üçün rəqibləri, yəni Avropanı və Çini zəiflətmək lazımdır və bunun üçün İrandan onlara gedən neft və qaz axınını azaltmaq tələb olunur. Buna görə də İsrail itaətlə İranı bombalayır, Amerika Birləşmiş Ştatları isə yeni zərbələrlə hədələyir. Və onda belə çıxır ki, pis Amerikalılar öz rifahları naminə başqalarına zərər verirlər. Bu, yaxşı görünmür, düzgün deyil və Amerika Birləşmiş Ştatlarının bütün vətəndaşları belə bir strategiyanı dəstəkləməyəcək. Axı hamı yaxşı olmaq istəyir, düşünür ki, yaxşı insandır və düzgün ideyalarla yaxşı bir ölkədə yaşayır. Məhz buna görə də İranın nüvə təhdidi haqqında nağıl ortaya atıldı. Amerikalılar heç bir təəssüf hissi olmadan istənilən dövləti zəiflədə və ya tamamilə məhv edə bilərlər. Bu, böhran şəraitində sağ qalmaq mübarəsidir. Burada nə dostluq, nə də mərhəmət var. Ən güclü olan sağ qalır. İndi isə Amerika Birləşmiş Ştatlarının İrana təzyiq göstərməsinin və ona hədə qorxu gəlməsinin əsas səbəbini bilirsiniz. Avropaya və Çinə neft, qaz və kömür satan ölkələrin vətəndaşlarına gələcəkləri barədə ciddi düşünməyi təklif edirəm. Rus meşəsindən salamlar.